Salam əziz abituriyentlər. 16 mart 2025-ci ildə dilin keçirdiyi sınaq imtahanında informatika fənnindən ətraflı yazılı tələb edən sualların izahlarını paylaşacağam. Deməli, ilk öncə algoritm blok sistemi soruşur. Blok sistemi qurmaq lazımdır. 85 sual. Daxil edilmiş n sayda sıfırdan fərqli tam ədədlərdən müxtəlif işarəli, yəni müsbət və mənfi olanların sayı eyni olarsa 1, əks halda 0 çap edən algoritm blok sistemi qurmalıyıq. Deməli, biz əvvəlcə n saydan, məsələn, 5 sayda ədəd daxil edilir. Bu 5 sayda ədəddən, məsələn, hansı ədədlərdir? Tutaq ki, 10, 7, mənfi 3, 8 və 4. 5 ədəd daxil edir. Müsbət ədədlər 1, 2, 3, 4 müsbət ədəd, 1 mənfi. Deməli, bərabər deyilsə olan sayı bir-birinə, bizə çıxışa nə versin? 0 versin. Bərabər olarsa isə, məsələn, yenə 5 ədəd daxil edilir. Bərabər olarsa 1 versin. Məsələn, 7, mənfi 3, 0, 6 və mənfi 4. Fikir versən 7 və 6 müsbət, mənfi 3, mənfi 4, mənfi 0 isə nə müsbətlə mənfi olduğuna görə, 2 müsbət, 2 mənfi olduğuna görə cavab çıxışa 1 verilir. Bunun blok sistemini qurmaq lazımdır. Deməli, başlanğıc. N sayı daxil edirik, neçə ədəd daxil edəcəyik və burada həmin sayı almaq üçün şərtə qoyacağımız qeyd daxil edirik, sıfırdan başlayırıq. Müsbət ədədlərin sayını daxil edirik. Müsbətə deməli bir müsbət yazar. Müsbət bərabərdir 0. Mənfinin sayını daxil edək. Mənfi də bərabərdir 0. Və şərtimizi qoymuş olsaq burada. Əgər i-nin sayı 0 ilə başlamışıqsa, i kiçikdir n şərti qoyacaq. 1 ilə başlamışsa kiçik bərabərdir n yazmalıyıq. N-də daxil olur. Burada əgər bu şərt ödənirsə, həyə giririk və A-nı daxil edirik. Yəni klaviaturadan məsələn n 5 daxil etmişiksə 1 bu ədədlərini eləməli, daxil edib müqayisə etməli və saymalı. A-nı daxil edirik. İlk öncə şərtimizi burada A əgər 1-ə, daha doğrusu A fərqlidir 0-dırmı? A fərqlidir 0-dırsa, məsələn, hə olarsa, yeni bir şərt burada ortaya çıxardırıq və A-nın 0-la müqayisəsi edirik. Əgər A 0-dan böyükdürsə, deməli, gəldi burası. Bu tərəfə yazsaq, deməli, A böyükdür 0 olsa, müsbət bərabərdir, müsbət plus 1. Yox olarsa, mənfi bərabərdir, mənfi üzərinə görə 1. Bunları saysın və bunun yox halı var. Bu yox olarsa, gəlsin bunları birləşsin burada. Buradan belə bir şey çıxır. Deməli, i-ni də 1 artırmalıyıq. 1 bu şərti doğru olsun. Və bu da buradan deməli çıxmış olsa gəlib birləşdirmək imkanını seçmiş olsun. Verilmiş bu algoritm müsbət və mənfi onların sayını yoxlayacaq. Sonda deməli bir şərt də qoymalıyıq burada. Bu şərti qoyaq burada. Əgər müsbəti sayısın və bərabərdir əgər mənfi olarsa, hə olarsa deməli çıxışa versin 1, yox olarsa çıxışa versin 0. Və algoritmini nə edirik? Sonlandırırıq. Bizdən də bunu daxil edilmiş 3 rəqəmli tam ədədindir. Modulunun rəqəmlərinin kubları cəmi ilə
rəqəmlərin kvadratları cəmini fərqini çap edən proqram prosesində yazır. Deməli, bizə ədəd daxil eləməliyik. M bərabərdir. Input. Ədədi daxil edirik. Bu ədədin mütləq qiymətini hesablamalıyıq. Yəni, M bərabərdir. Mütləq qiymət üçün ABC M. Və əvvəlcə müəyyən etmək lazımdır ki, bu ədəd 3 rəqəmlidir, yoxsa 3 rəqəmli deyil. Ona görə şərt qoyuruq ki, N 99-dan böyük, kiçikdir, 1000 şərti ödəməli. Əgər ödəyirsə, deməli 3 rəqəmli ədəddir. Və içəri daxil oluruq, həmin bu ədədin rəqəmlərindən ayırırıq. N-in 10-a bölünməsindən alınan qalıq bir rəqəmini versin. N-in 10-a bölünməsindən alınan tam istəmə, onun da 10-a bölünməsindən alınan qalıq ikinci rəqəm. Yəni, belə deyək, bu təklik, bu onluq və yüzlük. 100-ə bölünməsindən alınan tam istəmə. Məsələn, bir ədəd daxil etmiş olsa 578, burada 10-a bölünməsindən alınan qalıq 8, 10-a bölünməsindən alınan tam hissə və onun da 10-a bölünməsindən alınan qalıq 7 və 100-ə bölünməsindən alınan tam hissə isə 5-i vermiş olsun. Bundan sonra S bərabərdir, həmin bu rəqəmlərin kubları cəmi. Yəni A kub üzərinə gələr B kub üzərinə gələr C kub. Bunu ayrı-ayrı yazmaq olar və yaxud da elə birlikdə bu kubları cəmindən sadəcə kvadratları cəmi. Və yaxud da ayrı-ayrıca kublar cəmi S olsun və yaxud da kvadratlar cəminin hər hansı bir D dəyişəni olsun. Və yaxud da birlikdə. A-nın kvadratı çıxılsın, B-nin kvadratı çıxılsın, C-nin kvadratı və prim sonuna isə burada prim S-i veririk. Bunun digər bir halı else var, əks alması. Yəni, bəlkə bu ədəd 3 rəqəmlə də deyil. O zaman prim 3 rəqəmli ədəd daxil edin. 3 rəqəmli ədəd daxil edin. Qalımızlarına baxalım. Oxumu sonra yazılırlar. Deməli, bizdən soruşur. Elektronika mağazasında ilin ilk 6 ay ərzində satılan printerlərin sayı klaviaturadan aylar üzrə daxil edilir. Deməli, ilin ilk 6 ayını biz daxil edilir. Məsələn, ay bir dəyişəni götürsək və bu dəyişənə biz siyahı mənimsətməliyik. 6 ayı mənimsədirik. Yanvar, fevral, mart, aprel, may və iyun. 6 ay ibarət siyahını daxil etdik və bu aylar üzrə klaviaturadan, deməli, printerlərin sayı daxil ediləcək. Bunun üçün biz bir M boş siyahısı götürək və klaviaturadan boş siyahıya aylar üzrə printerlərin sayını daxil etmiş olsaq. Deməli, biz burada fordan istifadə etsək, dövrdən istifadə etsək, for i in məsələn ay siyahısına müraciət edəsiniz və yaxud da burada bu siyahının uzunluğunu tapıb, deməli, dövrə mənimsətməli olar, elə bu şəkildə də yazmaq olar. Və M-ə mənimsədə yeni bir M nöqtə həmin boş siyahıya, deməli, printerlərin sayını daxil edək. M nöqtə append int input. Yəni, printerlərin sayını daxil edək. Bu dövr bitəndən sonra hər aya uyğun olaraq printerlərin sayını klaviaturadan daxil edilir. Yəni 6 dəfə, 6 ədəd daxil edəcək hər aya uyğun. Növbəti dövrə keçmiş olsa, for rot in range, məsələn, ayların uzunluğunu görsək, deməli, range 1. Deməli, burada fikirləşsək deyir ki, ilk aydan və ilk ay və sonuncu ay istisna olmaqla, yəni birinci aydan əvvəl ay yoxdur, sonuncu aydan da sonra ay yoxdur. Ona görə bunlar istisna olmaqla yerdə qalan aylar dediyinə görə biz siyahının birinci elementi ilə başladıq və 1 len
Deməli, A yazmış olsa 6. Deməli, len A. 6 da özünü təbii ki almayacaq, 5-ci ay götürəcək burada, ona görə len A daxil etdik. Və girir içəri, burada şərt if, əgər. Deməli, birdən başladığımıza görə birinci element referraldır. Yəni, M, J, böyükdürsə, M, J çıx birdən böyük olsun. Və kiçik olsun M, J plus 1-dən. Əgər bu şərt ödənərsə, yəni, bu ortadakı ay məsələn fevral, əvvəlki aydan böyük, özündən sonraki aydan kiçik olarsa, deməli bu ay uğurlu ay olsun. Yəni, print, çapa verəcək birinci ayın adını. Ay siyahısında, yəni ay və jot. Jot indeksi. Məsələn, jot 1-də əgər ödəyirsə bu şərt, ay 1, yəni fevral uğurlu ay olacaq. Və həmin uğurlu ayda printerlərin sayını çapa verir. Printerlərin sayı nə idi? M siyahısında idi, yəni M deməli jot. Printerlərin sayı da bu şəkildə. Əks halda isə deyir, uğurlu ay yoxdur. Çapa verir. Deməli print uğurlu ay yoxdur.